Azərbaycandan gələn bəzi qonaqlar özləri öz otellerini bron eləyib, internetdən araşdırıb gəzən insanlar adətən Parisi sevmirlər. Çünki bir, internetdən bron elədikləri yer pis məhəllələr ola bilər. Hər yerdə olduğu kimi burada da var. İkincisi də ki, bilənlə gəzməyəndə gördükləri şeyin nə mənaya gəldiyini bilməyə bilirlər və Parisdən xəyal qırıqlığına ayrıla bilirlər. Ona görə bilənlə gəzmək çox vacibdir. 10 ildir buradayam və heç vaxt fransızlar tərəfindən Azərbaycanlı olduğum üçün hər hansı bir ayrı seçkilik görməmişəm. Bu düzdür ki, erməni diasporası Fransada güclüdür. Ancaq diasporadan hər hansı bir insanla da qarşılaşanda bizə qarşı düşmənçilik eləmirlər. Sadəcə mədəni şəkildə bəlkə oturub söhbət edirsən, siyasi mövzulara girmirsən. Parisdə özümü çox şanslı hiss edirəm. Çünki Parisdə sadəcə yaşamıram, eyni zamanda rəhbərlik edirəm. Gəzmək burada mənim işimdir. Həm gəzib, həm şəhəri detallı şəkildə kəşf eləmək və bunu daim eləmək. Və mən Parisdə yaşayıb, Parisi gəzdirdikcə onu gördüm ki, Paris o qədər mədəni olaraq zəngin bir şəhərdir ki, mən ömür boyu Parisdə yaşayıb, burada insanları gəzdirib, gəzib, kəşf eləməyə davam eləsəm, mən inanıram ki, yenə də bitməyəcək. Parisin insanı təəccübləndirməyi, hər səfərində qarşısına maraqlı yeni şeylər çıxmağı, o mədəni zənginliyi bitməyəcək. Ona görə də özümü bu mənada çox xoşbəxt sayıram. Paris kiçik bir şəhər, amma böyük bir muzeydir. Bunu niyə deyirəm? Bu təcrübəyə əsaslanmış bir şeydir. Həqiqətən Paris kiçikdir, çünki 105 kvadrat kilometrdir. Amma eyni zamanda şəhərin özü tam bir muzey kimidir. Yəni, burada gördüyünüz binalar və ya muzeyləri içərisinə girməsəniz belə çöldən görmək insanın özünü muzeydə hiss elətdir. Parisi sevmək istəyirsinizsə, Parisli rəhbərlə gəzin.